Salam dəyərli şagirdlər, bu gün biz 8-ci sinif kimi dərsiyində 2.4 və 2.5 mövzusunun başlıq altındakı sualların izahına birgə baxaq. Əvvəlcə 2.4-dəki suallara baxaq. Elektron cihazların daxilində elektrik siqnallarının keçiriciliyindən ötürü qızıl məftillərin işlədilməsinin səbəbi nədir? Uşaqlar, qızıl paslanmır, korroziya uğramır və qaralmır. Həmçinin qızılı uzun müddət saxladıqda o təmiz qalır, parlaq olur, asanlıqla da əyilə bilir. Bundan əlavə bilmək lazımdır ki, yüksək elektrik keçiriciliyinə malikdir qızıl. Yüksək elektrik keçiriciliyinə malik olduğuna görə qüvvətli metal olduğunu göstərir bu onun. Elektrik siqnallarında itkisiz keçirdiyinə görə biz qızıldan istifadə edirik. Daha sonra yazıb, mis məftilinin yüksək saflıqda olması onun elektrik keçiriciliyinə necə təsir edir? Uşaqlar, yadınızda saxlayın ki, metal nə qədər safdırsa, onun elektrik keçiriciliyi də bir o qədər yüksəkdir. Məsələn, biz mis məftilə, yəni tutaq ki, misdir bu, ondan radiusu böyük olan metal əlavə eləsək, bu metalı əlavə eləyəndə bu atomlar elektron yoluna mane olurlar və nəticədə də keçiricilik zəifləyir. Yox, əgər bu mane olmasa, yəni özündən böyük bir radiusu böyük olan bir metal əlavə eləməsək, metal rabitəsi güclü olacaq, bu da onun elektrik keçiriciliyini necə uşaqlar artıracaq. Ona görə də mis məftilinin yüksək saflıqda olması onun elektrik keçiriciliyinə necə təsir edir deyirsə bizə, metal nə qədər safdırsa, onun elektrik keçiriciliyi də bir o qədər yüksək olduğunu bilmək lazımdır. Daha sonra öyrəndiklərinizi yoxlayına baxaq. Metal rabitəsi nədir və necə yaranır? Metalların elektronları, biz onu mövzuda da keçdik uşaqlar. Metalların elektronları nüvə tərəfindən zəif cəzb olunur. Zəif cəzb olunduğuna görə onlar asanlıqla atomdan ayrıla bilirlər. Və neyini edirlər? Delakallaşmış olurdular. Atomlar isə müsbət yüklü neyini edirdi uşaqlar? İona çevrilirdi. Delakallaşmış elektronlar metal katyonlarını cəzb eləyirdi. Onlar arasında güclü rabitənin yaranmasına səbəb olurdu ki, bu rabitəyi də biz nə deyirdik? Metal rabitəsi deyirdik. Daha sonra yazıb ki, ion və metal rabitələrinin əmələ gəlməsində metal katyonları iştirak edir. Bu rabitələr bir-birindən yaranma mexanizminə görə nə ilə fərqlənirlər? Biz dedik ki, uşaqlar, ion rabitəsi metalın katyonu ilə qeyri-metalın anion arasında yaranır. Yəni, məsələn, natrium müsbəti ilə xlor mənfi arasında yaranan rabitəyə biz nə deyirdik uşaqlar? İon rabitəsi deyirdik. Yəni, ion rabitəsində katyon anlayışı var, anion anlayışı var. Metal rabitəsi isə ion rabitəsindən tamamilə fərqlənirdi. Niyə fərqlənirdi? Metal katyonları delakallaşmış elektronlar ilə birləşirdi, metal rabitəsi yaradırdı. Yəni nədir? Katyon özündən buraxdığı elektron ilə rabitə yaranırdı. Biz buradan da görürük ki, ion rabitəsində katyon və anion anlayışı var, metal rabitəsində katyon anlayışı var, amma anion anlayışı yoxdur. Bu da onların ən böyük fərqinə görə, mexanizminə görə bir-birlərindən fərqləndirir. Üçüncü suala baxaq. Nə üçün metallar elektrik cəryanını keçirir? Metallarda nüvənin elektronları cəzb etməsi zəif olduğuna görə elektronlar atomdan ayrılırdılar. Düzdürmü? Bununla da delakallaşmış elektron olurdular. Biz, məsələn, hər hansı bir aləti götürürəm, elektrik mənbəyinə qoşuram. Elektrik mənbəyinə qoşanda delakallaşmış elektronlar neynir? Bir istiqamətdə başlayırlar hərəkət eləməyə, bir istiqamətdə hərəkət edirlər. Bu hərəkət nəticəsində də metaldan elektrik keçir. Daha sonra yazıb ki, metalların məftil, lövhə, boru formalara salınması, onların hansı xassələri, həmin xassələr isə metal rabitəsi ilə necə əlaqəlidir? Uşaqlar, metalların bu xassəsi plastiklik xassəsinə əlaqəlidir. Bu xassə əsasən metalları istənilən formaya sala bilmək üçün istifadə olunur. Yəni, metala biz hər hansı bir mexaniki təsir göstəririk. Mexaniki təsir göstərəndə, yəni tutaq ki, onu əyirəm və yaxud da hər hansı bir zərbə vururam, onu təşkil edən zərrəciklər neynir? Sadəcə bir-birləri ilə yerlərini dəyişirlər. Yerlərini dəyişirlər, düzdürmü? Qüvvətli metal rabitəsi var ki, bu metal rabitəsi də onlar arasında yaranan rabitələrin qopmağına icazə vermir. Yəni, əmələ gələn forma neynir? Qorunur. Bu da metalların plastiklik xassəsinin olması ilə bağlıdır. Yəni, plastik olmasına səbəb olmasıdır ki, bu da nədir? Metal, məftil, lövhə, boru formasına salınması hansı xassəsidir? Bəli, hansı xassəsi dedik? Plastiklik xassəsi ki, metal rabitəsi ilə əlaqəlidir. Daha sonra 2.5-ə də baxaq uşaqlar. Kristal qəfəsin tiplərindəki mövzunda suallarına baxaq.
Öyrənilən tətbiq edəyə baxaq. Qrafit və plastik kükürddən hansı daha aşağı ərimə temperaturlu olur? Cavabınızı əsaslandırın. Uşaqlar, biz nə demişdik? Qrafit qeyri-molekulyar quruluşlu atom kristal qəfəsinə malik olan maddədir. Qeyri-molekulyar quruluşlu maddələrin kristal qəfəsinin düyünlərindəki zərrəciklər arasındakı rabitələr nə idi uşaqlar? Qüvvətli idi. Qüvvətli olduğuna görə də onlar yüksək temperaturda əriyirdi. Yəni, qrafit nə edəcək? Yüksək temperaturda əriyəcək. Yüksək temperatur. Daha sonra bizə nə verib? Kükürt verib. Plastik kükürt verib. Kükürt nədir? Molekulyar quruluşlu, molekul kristal qəfəsli maddədir. Molekul kristal qəfəsli maddələrində, kristal qəfəslərinin düyünlərində molekullar arasında nə idi uşaqlar? Zəif rabitə var idi. Bu rabitənin adı nə idi? Van der Waals qüvvələri arasında yaranan rabitə idi. Van der Waals qüvvələri olduğu üçün belə maddələr nə edirdi? Aşağı ərimə temperaturlu olurdu. Buna görə də biz kükürdü də yazsaq, kükürt nə olacaq? Aşağı temperatur. Aşağı temperatur. Buradan da müqayisəyə görə gördük ki, plastik kükürt asan əriyir, qrafit isə yüksək temperaturda əriyəcək. Daha sonra ikinci suala baxaq. CO2 otaq temperaturunda qaz halındadır. Silisium O2 ərimə temperaturu yüksək olan bərk maddədir. Dövrü cədvəldə karbon ilə silisium eyni qrupda olmasına baxmayaraq, bu fərqliliyin səbəbi nədir? Uşaqlar, CO2 molekul kristal qəfəsinə malikdir. Düzdürmü? Kristal qəfəslərinin düyünlərində Van der Waals qüvvələri ilə molekullar bir-birləri ilə birləşirdilər. Yəni, zəif elektrostatik qüvvələri ilə bir-biri ilə birləşdilər. Onlar da adi şəraitdə nə olurdu? Qaz və yaxud da maye halında olurdular. Düzdürmü? Ona görə də CO2-ni biz, baxın, otaq temperaturunda qaz halında olduğunu göstərdik ki, bu onun molekul kristal qəfəsinə malik olması ilə bağlı idi. Silisium O2 isə atom kristal qəfəsinə malik idi və qeyri-molekulyar quruluşluydu. Silisiumdan oksigen atomları arasında, baxın, silisiumdan oksigen atomları arasında nə yaranır? Güclü kovalent rabitə yaranır. Güclü kovalent rabitə olduğuna görə onların ərimə temperaturda nə olurdu? Yüksək olurdu. Deməli, onların əsas fərqi nə olacaq? Rabitənin növüdür. Bir də kristal quruluşlardır ki, onlar arasındakı ən böyük fərq bundan ibarətdir. Daha sonra öyrənilənlikləri yoxlayana baxaq. Hansı kristal qəfəslər mövcuddur? Onlar bir-birindən nə ilə fərqlənirdi? Biz dedik ki, molekul kristal qəfəsi var, atom kristal qəfəsi var, metal kristal qəfəsi var və ion kristal qəfəsi var. Molekul kristal qəfəsini kovalent rabitəli maddələr əmələ gətirirdi və molekullar Van der Waals qüvvələri ilə birləşirdilər. İon kristal qəfəsini ion rabitəli maddələr əmələ gətirirdi. Katyon və anionlar arasında nə olurdu uşaqlar? İon rabitəsi yaranırdı. Atom kristal qəfəsini kovalent rabitəli maddələr əmələ gətirirdi. Metal kristal qəfəsini isə metallar əmələ gətirirdi. Metal katyonları metal rabitəsi ilə birləşirdi. Yavaş-yavaş deməyə çalışıram ki, uşaqlar, bunların hamısını qeyd eləyəsiniz. Çünki bunlar sadəcə mövzunu oxuyaraq yaza biləcəyiniz sadə suallardır. İkinci suala baxaq. Müxtəlif kristal qəfəslər əmələ gətirən maddələrə misal göstərin. Biz dedik ki, ion kristal qəfəsi var, molekul kristal qəfəsi var, atom kristal qəfəsi var və metal kristal qəfəsi var. Baxın, gəlin nümunələr göstərək. İon kristal qəfəsinə misal olaraq, məsələn, kalium nitratı göstərirəm. Natrium kloru göstərirəm. Daha sonra kalsium, tutaq ki, bizə deyək ki, kalsium yazmalıdır. Kalsium klorikini göstərirəm. Və yaxud da alüminium bromidsi göstərirəm. Yəni, metal və qeyri-metal atomlar arasında yaradılan ion kristal qəfəsi idi. Daha sonra molekula baxsam, molekul kristal qəfəsində, məsələn, yod 2-ni göstərirəm, O2-ni göstərirəm, CO2-ni göstərirəm, suyu göstərirəm, NH3-ü göstərmək olar. Bu da oldu bizdə nə? Molekul kristal qəfəsi. Daha sonra atom kristal qəfəsinə misal olaraq silisiumu göstərirəm, boru göstərirəm, almazı, qrafiti, qırmızı və yaxud da qara fosforu, silisium O2-ni aid eləyə bilərik. Daha sonra metal kristal qəfəsində isə nələr aiddir? Natrium, kalsium, alüminium, dəmir, krom, sink, yəni bunların hər biri nədir? Uşaqlar, metal kristal qəfəsini əmələ gətirir.
Daha sonra 3-cü suala baxaq. Molekulyar və qeyri-molekulyar maddələr nə deməkdir? Cavabınızı misallarla izah edin. Molekulyar kristal qəfəsin molekullardan təşkil olunurdu. Bu molekullar arasında da zəif rabitə, Van der Waals qüvvələri olurdu. Molekulyar quruluşlu maddələrə, məsələn, biz nə misal göstərə bilərik? Biz onu göstərə bilərik ki, məsələn, baxın, gəlin yazım. Molekulyar quruluşlu maddələr. Molekulyar quruluşlu maddələrə. Misal olaraq biz oksigen, NH3, suyun özünü, az öncə də qeyd elədik, yodu, CO2-ni molekulyar quruluşlu maddələrə aid edə bilərik. Qeyri-molekulyar quruluşlu maddələr molekulları olmurdu. Kristal qəfəslərinin düyünlərində atom və yaxud da ionlar olurdu. Düzdürmü? Qeyri-molekulyar maddələrdə özü də atom, metal, ion kristal qəfəsə əmələ gətirirdi. Məsələn, qeyri-molekulyara misal olaraq az öncə də qeyd elədik ki, məsələn, ion olsun. İona qeyd edirəm natrium xlor, kalium NO3 və s. Atoma qeyd edirəm bor, silisium O2, almaz, qrafit. Metala da qeyd edirəm nə uşaqlar? Məsələn, natrium, kalsium, alüminium. Bunlar da hamısı nədir? Qeyri-molekulyar quruluşlu maddələr. Ondan sonraki suala baxaq. Molekulyar yoxsa qeyri-molekulyar maddələrdə ərimə temperaturu və bərklik yüksək olur. Biz də dedik ki, uşaqlar nə oldu? Az öncə də artıq bunları təkrarlamaya ehtiyac yoxdur. Qeyri-molekulyar quruluşlu maddələrin ərimə temperaturu və bərklik yüksək olurdu. Daha sonra 5-ci suala da baxaq. Kalsium xlorki maddəsinin məhlulu elektrik cəryanını yaxşı keçirir. Bunun səbəbini izah edin. Gəlin bunun səbəbini izah edin uşaqlar. Baxın, kalsium xlorki nədir? Kalsium metaldır. Düzdürmü? Xlor nədir uşaqlar? Qeyri-metaldır. Yəni, ion kristal qəfəsli maddədir bu. Bizə yazıb ki, bu maddənin məhlulu elektrik cəryanını yaxşı keçirir. Uşaqlar, bərk halda kalsium xlorkidə ionlar bir-birinə sıx bağlanır. Bir-birinə sıx bağlandığına görə onlar sabit vəziyyətdə qalırlar və hərəkət edə bilmirlər. Amma bizdən deyir ki, məhlulu elektrik cəryanını yaxşı keçirir. Kalsium xlorkini biz suda həll eləyəsək, neyəcək? Kristal qəfəs dağılacaq. Yəni, kristal qəfəsin dağılması nəticəsində biz yaranacaq kalsium, 2 müsbət ionları və xlor mənfi ionları. Düzdürmü? Kalsium 2 müsbətlə 2 xlor mənfi ionları yaratdı. Kalsium müsbət ionları mənfi qütbə doğru çəkiləcək. Xlor mənfi ionları isə müsbət qütbə doğru hərəkət edəcək. Yəni, ionların hərəkəti nəticəsində elektrik cəryanı neyəcək? Keçirmiş olacaq. Yəni, bunun səbəbi də budur. Kalsium müsbət olduğu üçün mənfi qütbə doğru cəzb olundu. Xlor mənfi olduğu üçün müsbət qütbə doğru cəzb olundu. Bir-birlərini cəzb elədilər. İonların hərəkəti nəticəsində də elektrik cəryanı neynədi? Keçmiş oldu. İzahımız bu qədərdir uşaqlar. Ümid edirəm ki, izahlar aydın oldu. Kanala dəstək olmaq üçün videonu bəyənib, rəy yazıb, abunə ola bilərsiniz. Gələcək mövzudan izahında görüşənə qədər.